Bacı və qardaş. Müəllif Səbinə Dəniz. Bir vaxtlar kiçik bir evdə Miran adlı 2 yaşlı oğlan və onun Kəmalə adlı 1 yaşlı bacısı yaşayırdı. Onlar hər gün birlikdə oynayırdılar. Bir gün Miran topu yelləyib oynayırdı. Top Miranın əlindən qaçdı. Kəmalə isə əl atıb topu tutmaq istədi. Sözləri hələ tam deyə bilməyən Kəmalə qışqırdı. Miran, top! Miran tez qaçdı. Diqqətli ol bacı, mən səni qoruyaram. Kəmalə güldü. Sağ ol qaqa. Sən mənim yanımdasan. O gündən onlar öyrəndilər ki, bacı qardaş bir-birini sevir. Onlar bilirdilər ki, birlikdə oynamaq çox əyləncəlidir. Hər dəfə kiçik dava çıxanda da deyirdilər. Biz bacı qardaşıq, dostuq. Və beləliklə Miran və Kəmalə həmişə birlikdə oynayır, gülür və sevinirdilər.